Azərbaycan Mərkəzi Bankının sədri Talih Kazımov bugün jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox maraqlı bir açıqlama verdi. Açıqlama mənim də diqqətimi çəkdi. O bildirdi ki, Azərbaycanda kart-to-kart, yəni kartdan karta köçürmə həddindən artıq çoxdur. Hətta insanlar elə bir vəziyyət yaranıb ki, 10 manat, 20 manat, 50 manat, 100 manat gün ərzində bir neçə dəfə bir-birinin kartına köçürürlər. Mən bir şey köçürə bilmədim. Cənab sədr, burada pis olan nədir ki, indi nəğdsiz ödənişlər daha çox üstünlük təşkil edir və o bildirir ki, ola bilər ki, gələcəkdə vergi kartdan karta köçürməli, yəni kart-to-kartları yoxlasın. Bunu başa düşürəm, vətəndaşlar üçün sadə, rahat istifadə qaydaları nədirsə, onu da eləyirlər. İndiki dövrdə heç bir Avropa ölkəsində heç kəs nəğd puldan istifadə eləmir. İndi biz niyə geriyə qaydaq ki, yəni kartdan karta köçürmənin nəyi pisdir? Hə, burada hansı sahibkarları nəzərdə tutub deyirsinizsə ki, onlar kartdan karta köçürməklə vergidən yayınırlar. Bu başqa məsələdir. Buna nəzarət mexanizmi vergidə var və onlar da öz işlərini gözəl bilirlər. Amma sadə vətəndaşın işini çətinləşdirmək, onun kartdan karta köçürməsini nəzarətə götürmək və verginin gəlib həmin kartdan karta köçürmələri yoxlaması məncə bu absurddur. İnsanların onsuz da çətin olan həyatını daha da çətinləşdirir.